Deyirsiz canından niyə bezirsən? Elə demə, belə demə. Bax, insanı canından bezdirən görürsüz nələr yazırlar. Sizi Allahın adına ant verirəm, baxın. Və bu üstə qoyduğum yazıları oxuyun. Deyirlər, yalan deyirsən, sənə kim dilaq edən, sənin kimi adama heç kim pis eşinə yazmaz. Baxın, görürsünüzmü? Deyir, 5 qəpiyə dəymirsən. Belə idin, niyə övlad dünyaya gətirərdin, niyə inirdin? Axı, mənim varlığım niyə başqalarına darlıq kimi yaşanır? Mənə də Allah yaratıbdır. Mən də əvvəl sizin kimi yerdim, qaçırdım, yürürdüm. Ondan sonra 18 yaşımda bu olub, anadan gəlmə deyil, öz istəyimlə olmayıbdır ki, Allah belə yaradıbdır və sınağa çəkib sizlərin qarşısına bir vasitə kimi yaradıb, çıxardıbdır da. Mən sadəcə bu yolda kömək istədim, ayaqda qalmaq üçün. Belə təhqirlər mənə lazım deyil. Baxın, oxuyun, görün mənə nələr yazırlar. 5 qəpiyə dəymirsən, nə bilim nə, gülmək simalikləri. Niyə insanı bezdirirsiniz? Niyə insanın canından doydurursunuz? Axı, mən sizə nə pislik eləmişəm, ay insanlar?